Uşaqlar, hər vaxtınız xeyir. Mən yenə Şahin İbrahimovun kitabından test izahları verəcəm. Birinci və ikinci bölməni işləmişik. Deməli, maddələrin xassələri və kimyəvi elementlər bölməsini işləmişik. İndi isə işləyəcəyik atomun quruluşunu. Atomun quruluşunun özünü də dərs izahı kimi sizin üçün izah edəcəm. Amma ondan əvvəlcə 84 test idi. 84 testdən bugün yəqin ki 42-sini, 43-ünü, digər hissəsini isə ikinci hissədə izah edəcəm. Bu bölmə nisbətən çətin olacaq. Nisbətən o birisi işlədiklərinizə nisbətən, yəni içərisində riyaziyyat və s. olacaq. Buna görə motivasiyadan düşmürük. Bir hədəfimiz var. Hədəfimizə də çətinliklər görəndə vaz keçməməliyik. Ona görə uşaqlar, yəni çətinliklər görmək sizi qorxutmasın. Bundan sonrakıların içərisində təbii ki asanlar da olacaq, çətinlər də və çətinlərin sayəsində insanlar uğur qazanır da. Hər şey asan da olsaydı, onda uğurun nə mənası qalardı? Keçək birinci sualdan. Birinci sualda kitabın nəzəriyyə hissəsini mütləq oxumalıyıq. Nəzəriyyə hissəni oxumamış test işləmirik uşaqlar. Əgər işləməsə, test işləsək, nəzəriyyəni oxumasaq, bu nə demək, tapmaca kimi cavablar tapmaq. Bir də var, siz nə isə bilirsiniz və ona uyğun test işləyirik. Birinci sual belədir. Bütün maddələr atom adlanan kiçik zərrəciklərdən ibarətdir. Fikrini kim deyibdir? Dərsi oxuyan biri üçün bu sual işləmək çox asandır. Cavab Demokrit. İkinci sual, kişmişli bulkaya bənzədilən, biz daha çox Thomson deyirik. Joseph Thomson. Joseph deyəsən bunun adıdır, soyadı yəqin ki deyil. Joseph Thomson kişmişli bulkaya bənzər model yaratmışdı. O necə idi? İçərisində müsbət mənfilər səpələnmişdi. Üçüncü, aşağıda bəzi atom modelləri və onları irəli sürmüş alimlərin adları verilmişdir. Birinci modelə baxırıq. Birinci model Bohr modelini xatırladır bizim üçün. İkinci model başdan sovdu eləmiş Daltonun modelidir və üçüncü də kişmişli bulkaya bənzər olan Thomson modelidir. 1B, 2C, 3A variantı da B variantına uyğun gəlir. Dördüncü, verilmiş atom modellərinə əsasən hansı ifadə doğrudur? Görürük ki, bu model yenə kimin modelidir? Thomsonun modelidir. Atom protona bərabər sayda elektron var. Bəli, çünki Thomson ilk dəfə neytraldır sözünü istifadə etmişdir. Ona görə bir Thomsona aiddir. Atom müsbət yüklərin sayı daha çoxdur. Xeyr, axı Thomson deyib neytraldır. Niyə müsbət yüklərin sayı çox olsun ki? Bu yanlışdır. Bohr atom modelidir. Xeyr, Thomson atom modelidir. Kişmişli bulka yadımızda saxlayaq. Baxın, içərisində səpələnibdir. Ona görə yalnız bir A variantı. Dördüncü sualda, beşinci sualda Rutherford modelidir. Yuxarıda verilmiş fikirlərdən hansı aiddir? Baxırıq, atomun mərkəzində protonlar və onun ətrafında eyni sayda elektronlar hərəkət edir. Bəli, bir aiddir. İkinci, atom, bu nəzəriyyələri özünüz oxuyub işləməlisiniz uşaqlar. Atom müsbət yükürkürə, onun həcmində səpələnmiş söz deyirsə, bu Thomson modelidir. Bura aidiyyatı yoxdur. Atomun böyük bir hissəsi boşluqdur. Bəli, Rutherford deyibdir. Atomdakı müsbət yüklərin sayı elementdən elementə dəyişir. Bəli, Rutherford deyib elementdən elementə dəyişir. Amma Dalton deyirdi ki, elementdən elementə dəyişmir. Amma izotoplarda görürük ki, elementdən elementə atomun müsbət yüklərinin sayı izotopdan izotopa dəyişə bilir. Mən dəyişə bilir, yəni. Cavabımız da 1, 3, 4C variantına uyğun gəlir. Keçirik 6-cı sualı. Aşağıdakı hissəciklərdən hansı bütün atomların nüvvəsinin daxilində yerləşir? Biz deyirik ki, atomun nüvvəsinin daxilində proton, bir də neytron yerləşirdi. Nüvə nədən ibarət idi? Proton və neytrondan. Amma proton həmişə olsa da, proton həm də sıra nömrəsi idi. Amma neytron həmişə olmaya bilər. Məsəl üçün, hidrogen 1,1 izotopuydu. Biz buna protium deyirik. Nəzəri hissəni oxusanız görəcəksiniz. Burada neytronu necə tapırdıq? Bu A yuxarıdakı kütlə ədədi idi. Aşağıdakı da proton sayıdır. Adam P çıxanda neytronu alırıq. Neytron çıxsaq, adam P neytron. Birdən bir çıxırıq 0. Neytronumuz nəyə bərabərdir? 0-a. Yəni, əgər biz hər hansısa bir məsəl üçün izotopu götürüb və neytronun 0 halını görə bilərik.
Ona görə də nüvədə mütləq həmişə proton olur, amma neutron ola da bilər, olmaya da. Amma deyir, bütün atomların nüvəsində dediyinə görə biz yalnız protonu götürürük. Sonra keçirik 7-ci suala. Deyir, Thomson modelidir. Verilən fikirlərdən hansı Thomson modelinə aid deyil? 7-ci də deyilir. Baxırıq ki, deməli, elektronlar müsbət yükü atom içərisində bərabər şəkildə paylanmışdır. Bəli, bərabər şəkildə paylanmaqdır, səpələnməkdir. Bunlar hamısı bura aid idi. Bərabər şəkildə lütfən silin. Bərabər şəkildə paylanmışdır. Bəli, aiddir. Kütlə ədədinin yarısını pozitiv yüklər təşkil edir. Xeyr. Belə bir fikir o deməyibdir. Atom müsbət yüklü kürə və onun həcmində səpələnmiş sözü varsa dedik Thomson modelidir. Atomda müsbət və mənfi yüklərin sayı bərabərdir. Bəli, bərabərlik, neytrallaşma sözünü Thomson deyibdir. Ona görə aid deyil, yalnız B variantı. Baxın, səpələnmişdir, bərabərdir. Müsbət yüklərin sayı mənfiyə bərabərdir. Sonra bərabər sözləri işlənirsə, neytral sözünü ilk dəfə kim daxil etmişdir? Thomson daxil edibdir. Kişmişli vulkanı, yəni yaradan kişi. 8-ci sualda deyir, H11 iyonunda hansı hissəciklər var? H11 iyonunda görürük, aşağıdakı bir nəyi göstərir? Proton. Protonu var. Birdən bir çıxırıq, neytron sıfırdır, neytronu yoxdur. Elektron da baxın, bu H1 müsbətdir. Baxın, bu müsbət o deməkdir ki, yəni birdən çıxmalıyıq ki, bu müsbəti də siz nətər ki, x yazırsınız, amma 1x-dir, məsəl üçün. 1x-i nətər ki, x işarə edirsiniz. Bir müsbəti də biz eləcə müsbət kimi işarə edirik kimyada. Bir müsbəti də biz eləcə müsbət kimi işarə edirik. Ona görə burada bir çıxaq biri üstə gələkdirsə çıxırıq protondan. Birdən çıxırıq birini 0. Bizim elektronumuz da 0 oldu, neytronumuz da 0 oldu. Sadəcə olaraq var olan protonumuz oldu uşaqlar. Keçirik 9-cu sualda hansı hissəcik var? 2-dən 1 çıxırıq 1, neytronumuz var. Bilirdik axı, yuxarıdan aşağıya çıxanda biz neytronu tapırdıq. 2-dən 1 çıxırıq, qalır 1, neytronumuz 1-dir. Protonumuz zaten sıra nömrəmizdir 1-dir. Elektronumuz isə 1 çıxaq 1 olur. Plus o deməkdir ki, 1 çıxaq 1. O da 0-dır. Ona görə bizim proton və neytronumuz var. Y variantı. 10-cu sual. İyonunda hansı hissəciklər yoxdur? 3-dən 1 çıxırıq, qalır 2, neytronumuz var. Özdə 2-yə bərabərdir. Protonumuz sıra nömrəsi 1-ə bərabərdir. 1-dən 1 çıxırıq 0 eləyir. O da elektron sayımızdır. Hansı yoxdur? Elektron yoxdur. 11-ci suala baxırıq. Bizdə deyir elektron sayı 25-dir. Proton sayı 2 müsbət o deməkdir ki, yəni müsbət olanın sayı mənfi olan sayından 2 dənə çoxdur. Proton da müsbətdir axı. Bundan 2 dənə çoxdursa olur 27. Və bizdən kütlə ədədimizi verib, ayı verib 59 və bizdən neytronu soruşur. Düsturumuz belə idi, A bərabər P plus N. Buradan neytronu tapsaq, A çıxaq P-yə bərabərdir. Neytron da bərabərdir, 59 çıxaq 27, 32-yə. 12-ci sualda, deməli, A 56-dır, yuxarıdakı 56-dır. Mənfi yüklü hissəciklərin sayı 23-dür. Müsbət yüklülərin sayı 3 müsbət o deməkdir ki, müsbət yükü olan daha çoxdur. P özdə 3 dənə çoxdur. Deməli 26-dır. Neytron sayını yenə necə müəyyən edir? Neytron bərabərdir. 56 çıxaq 26-ya, yəni 30-a. 13-cü sualda tənlik düzəltməyi uşaqlar burada öyrənsək çox gözəl olacaq. Mən tünd yaşıldan istifadə edim. Məsəl üçün, Y2 mənfidirsə, bu deməkdir ki, Y də proton sayında A ilə işarə. Proton sayını bəlkə elə P ilə işarə edin. Aha, P ilə işarə etsək daha gözəl başa düşəcək. Burada nə olur uşaqlar? Həmişə proton. Burada nə olur? Proton. Protonun 2 mənfi deməkdir ki, elektronun sayı daha çoxdur. Bax, bu element üçün, Y elementi üçün proton sayını yazanda olur, elektron sayını yazanda olur P plus 2. Yəni,
Mənfi olanın sayı, baxın, bu bunun elektron sayıdır. Birinci üçün elektron sayı oldu P plus 2. Güya sizə aydın izah etmək üçün eləyirəm, amma asan yolunu da bir dəfə izah edəcəm. P plus n, yəni protonun üstünə ikisini gəlsək, çünki deyir mənfi olan sayı 2 dənə çoxdur. Protondan 2 dənə çoxdursa, müsbət olandan bu elektron sayıdır. İkinci y müsbət 6 üçün yazsaq, aşağıda protondan 6 müsbət o deməkdir ki, protonun sayı çoxdur elektrondan, özü də 6 dənə. Ona görə protondan 6-sını çıxsaq, elektrona bərabər o. Bir sözlə, mənfi olanda üstə gəlirik, müsbət olanda çıxırıq. Və deyir ki, bunların toplam cəmi 28-ə bərabərdir. Yəni, P plus 2 üstə gəlinsin, P minus 6 bərabərdir 28-ə. 2P çıxaq 4 bərabərdir 28-ə. 2P bərabərdir 32-yə, P bərabərdir 16-ya. Baxırıq ki, P 16-dır. Yəni, proton sayımız nəyə bərabər oldu? 16-ya. Daha sonra misalın ikinci hissəsinə bax. Proton sayı ilə neytron sayı bərabərdir. Yəni, deməli, neytronumuz da 16-dır. Y elementin kütlə ədədini A nəyə bərabər idi? Proton plus neytrona adı bərabərdir. 16 plus 16, yəni 32. Sonra keçirik 14-cü suala. 14-cü sualda deyir ki, aşağıdakılardan hansı izotopdur? İzotop sözünün sonu nə ilə bitir? P ilə. Deməli, bunlarda proton bərabər olmalıdır. Proton da harada yerləşir? Aşağı sol küncdə. Baxırıq, burada 20-19-dur, çıxırıq. 19-9-dur, çıxırıq. 16-21-dir, çıxırıq. 9-20-dir, çıxırıq. Amma burada 16-16-dır, görə götürürük D variantını. 15-ci sualda planetar modelində proton və elektronu təsvir olunmuş X, Y və Z üçün hansı kationdur? Yadımızda olmalıdır ki, kationda proton böyükdür elektrondan, yəni müsbət yüklərin sayı mənfi yüklərin sayından çox olsun. Baxırıq ki, X-da müsbət yüklərin sayını sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə protonu var. 2, 4, 6, 7 dənə də elektronu var. Proton bərabər elektronudursa, elektroneytraldır və biz bilirik ki, elektroneytraldırsa, bu sərbəst atomdur. Burada isə baxırıq ki, kənarında baxın, kənara səpələnənlər axı elektrondur. Burada elektron kör-kör, gör, proton sayından böyükdür. Onu da yazırıq. Proton böyükdür. Proton nədir? Elektron böyükdür. Protondan. Burada da görürük ki, 4 dənə elektronu var, amma 2, 4, 6, 7 dənə protonu var. Burada proton böyükdür elektron. Biz də deyirdik, kation o zaman olur ki, proton böyük olsun. O da yalnız Z-dədir. Ona görə kation olmağı üçün C variantını götürürük. Daha sonra gəlir 16-cı sual. Yenə X, Y, Z-dir. Hansı aniondur? Elektronu çox olsun. O da baxırıq Y-in elektronu görün kənarında nə qədər çoxdur. Ona görə yalnız Y, B variantını götürürük. 17-ci sualda planetar model verilib. Yenə hansı neytral atomdur? Neytral atomu deməkdir ki, proton elektrona bərabər olsun. Biz də gördük bayaq, kənarında da 7-dir, mərkəzdə də 7. X-i götürürük ona görə A variantı. 18-ci sualda aşağıdakı maqnezium elementinin təbiətdə yayılmış izotopları və faizləri verilmişdir. Burada orta kütlə ədədini tapın. Orta kütlə ədədi üçün belə bir düstur var. A orta. Yəni kütlə ədədinin ortası bərabər idi. Düsturu əzbər bilmək. N1 A1 üstə gəlinsin. N2 A2 üstə gəlinsin. N3 A3. Bölürdük 100-ə. Deyərsiniz N1 nədir? N1 faizlərdir. Faizlər. A1, A2, A3 isə bizim kütlə ədədlərimizdir. Kütlə ədədləri. N1, N2, N3 hamısı faizdir. Ona görə yerinə qoyuram. A ortanı soruşmur mu məndən? Yazıram A orta. Bərabərdir. N1-in yerinə yazıram 78 tam %99. N vurulsun. A1-in yerinə yazıram 24. Yuxarıda kütlə ədədimiz çünki 24-dür. Üstə gəlinsin. Burada faiz yerinə yazıram 10% N2-nin yerinə.
Kütlə ədədi yerinə yazıram 25. Üstə gəlinsin 11/100 vurulsun. Kütlə ədədimiz neçədir? 26. Bölürük 100-ə. Buradan A orta bərabərdir. 24/onda 3 nə qədər alınır? Yuvarlaq şəkildə, baxın yuvarlaqlıq işarəsi. Bu zaman 24/4 alınır. C variantı deyəsən doğru hesablanıbdır. Əvvəlcədən hesab 18, bəli. C variantı. Keçirik 19-cu suala. 19-cu sualda eyni bunu kimidir. Yenə A ortanı yazıram. Bərabərdir. Nə yazmalıyam? 92 vurulsun 28, üstə gəlinsin 29 vurulsun 5, üstə gəlinsin 30 vurulsun 3. Nəyə bölürəm? 100-ə. Buradan da alınır uşaqlar. A orta bərabərdir. Riyaziyyatda hesablasaq taparsınız. Buradan alınır 28/1. 28-dən %11. D variantı. Buranı silim. Sonra keçirik 20-ci suala. 20-ci sualda yenə bundandır. Amma mən hər birini ötürmədən yazıram ki, sizə daha aydın olsun. Yenə A ortanı yazırıq. A orta bərabərdir. M1-miz neçədir? 98% vurulsun. A1-miz neçədir? 6. Üstə gəlinsin. N2-miz neçədir? 2. A2-miz neçədir? 7. Bölürük 100-ə. Buradan A orta bərabər olur. 602-yə 602 bölək 100 da bərabər deyir 6/2. Yəni D variantıdır 20-ci sual. 21-ci sual nisbətən tərsinədir, amma izah edək. 21-ci sual üçün mən geniş izah verim. Bəlkə daha yaxşı alınır. Orta ədədi, yəni bu dəfə A ortanı verib. A orta bizə verilənləri yazır. 2 nöqtə. Biz fizikadan həmişə verilir yazıb 2 nöqtə qoyub və verilənləri qeyd edirdik. A orta bərabərdir 10/8-ə. Daha sonra A1-mizi bilirik. X onun üstündəki A1 dax A1 bərabər 10-dur. X2-ni bilirik, A2-ni bilirik. Üzərində olanlar bunların həmişə baxın bu 10, 11 həmişə kütlə ədədini göstərir. A2 də bərabər 11-dir. Və buna əsasən deyək kütlə. Biz də bilirik faiz həmişə belə olur. Axı məsəl üçün M1-miz X faiz olsaydı, faizdir. M1 faizi göstərir. X faizi olsaydı, N2-miz 100 X faiz olar. Niyə uşaqlar? Çünki toplam 100% eləməli deyilmi? 100 ona görə biri toplam 100%-dirsə, biri x-dırsa, məsəl üçün də bu 20 imişsə, bu həqiqətən 100-dən 20 çıxaq 80-ə bərabər olar. Məsəl üçün deyirəm. Hələ cavab bilmirik. Düsturda yerinə qoyuruq. Düsturumuz nətər idi? A orta bərabər idi. M1 A1 üstə gəlsin N2 A2 bölək 100. Eyni şeyi təkrarlayıq. A ortanın yerinə yazıram 10/8 bərabərdir. M1-in yerinə yazıram x, A1-in yerinə yazıram 10. X vurulsun 10, üstə gəlinsin. N2-nin yerinə yazıram 100 çıxılsın x. A2-nin yerinə yazıram 11, bölürəm 100-ə. Buradan 10/8-i 100-ə vursam edir 1080. Tənasübdə çarpaz vururuq. Bax bunu belə, aşağı yuxarı bunu da belə. Buradan da alınır 10x plus 11-i vururam 100-ə edir 1100 çıxılsın 11x. Buradan da 1080 bərabərdir. 10x-dan 11x çıxanda 1100-ü saxlayıram burada. Çıxaq 10x-dan 11x çıxanda çıxaq mənfi x alınır da. Mənfi x da bu tərəfə keçirsək, olar müsbət x. 1100-ü də riyaziyyatda uşaqlar bu hissəsi. Siz bunu daha asan da özünüz də edə bilərsiniz. Sadəcə mən sizə tənliyi qurdum. Arxası üçün mən riyaziyyat hissəsini belə hesablayıram. Siz fərqli hesablayıb düzgün cavab almalısınız əsas. Burada da x bərabər 20%. Deməli M1-miz 20% imiş. N2-miz də 80%-dir. Cavab da oldu A variantı.
tənasübi riyaziyyatdan keçmisinizsə, bunu eləmək sizin üçün asan olacaq. Sonra keçirəm. 22-ci sual. Planetar atom modelində proton və elektronlar təsvir olunmuşdur. X, Y vəziyyətin proton sayı neytron sayına bərabər olarsa, kütlə ədədlərini müqayisə edin. Proton sayı neytrona bərabərdirsə, elə hansının protonu böyükdürsə, onun kütlə ədədi də böyük olacaq. Niyə? Çünki kütlə ədədi protonla neytronun cəmidir. Baxıram birincidə. 2, 4, 6, 7 proton var. İkincidə 2, 4, 5 ya da 6 proton görürəm. Üçüncüdə isə 4 dənə proton var. 4. Bugünkü 7 plus 7 olsa olacaq 14. Bugünkü olacaq 12. Bu da olacaq 8. Ən böyük hansıdır? X-dir. Kimdən böyükdür? Y-dən. Y də kimdən böyükdür? Z-dən. Ona görə X böyük, Y böyük, Z 22-ci olacaq B variantı. Sonra gəlirik 23-cü suala. 23-cü sualın izahını verim. Deyir ki, X-in və Y-in protonları cəmi 36-ya bərabərdir. Baxıram X-in protonu nə qədərdir? B plus 1. Yazıram. B plus 1 üstə gəlinsin. Y-in protonları, yəni B minus 1 toplam nəyə bərabərdir? 36-ya. Buradan alınır 2B, çünki mənfilərdə mənfi 1 ilə müsbət 1 toplayanda 0 edir. Bərabərdir 36-ya. B də nəyə bərabər imiş? 18-ə. B nəyin sayıdır? Elektronun sayı. İkisində də 18-dir. Proton sayı burada B 18 plus 1 eləyir 19. Burada 18 çıxaq 1 eləyir 17. Proton sayılarını tapdıq, neytron sayılarını. Elektron sayılarında. Daha sonra deyir ki, kütlə ədədlərinin cəmi, yəni X ilə Y-in kütlə ədədlərinin cəmi. X üçün kütlə ədədi nəyə bərabərdir? Kütlə ədədi nə ilə işarə olunurdu? A ilə işarə olunurdu. A X üçün bərabərdir. Protonla neytron cəmi deyildimi kütlə ədədi? X-in neçə protonu var? 19. Neytronu neçədir? Elə A. Hələ tapanmamışam. A Y üçün proton sayı neçədir? 17. Üstə gəlinsin neytron sayı. Çünki kütlə ədədini axıdışdırıb belə idi. A bərabər P plus N. Yəni neytronla protonun cəmi kütlə ədədini verir. Və deyir ki, bunların kütlə ədədlərinin cəmi 76-dır. Yəni bu ikisini toplasaq eləyir 76. Yazıram 19 plus A üstə gəlinsin. 17 plus A bərabər 76-ya. 2A plus 36 bərabər 76-ya. 2A bərabərdir 76 çıxaq 36-ya. 2A bərabərdir 40-a. Buradan da A bərabər imiş 20. Deməli, bu elementin neçə neytronu var? 20 də neytron var. Sonra bizə deyir ki, X və Y haqqında verilmiş ifadələrdən doğru olmayan seçin. Y-in deyir 18 elektrona sahibdir. Bəli, baxıram. Y-də B18-dir. B nəyi göstərir? Elektronları. Bu doğrudur. Bizə deyir doğru olmayanı seçin. X-in kationlarında 20 neytron var. Bəli, baxıram ki, X üçün də, Y üçün də 20 neytron var. Bu da doğrudur. Deyir, X-in kationunda 18 proton var. Xeyr, B plus 1, 18 plus 1, 19 proton var. Görə C variantı səhvdir. D variantında X, Y birləşməsində 36 proton var. Bəli, 19-un üstə 17 gələrəm. Eləyər 36. 36 deyir elektronu var. Bəli, 18 plus 18 eləyir 36. 40 neytronu var. Bəli, 20 plus 20 eləyir 40. Sonra deyir ki, Y 17 xlor izotopu ilə eynidir. Bəli, çünki Y-in də sıra nömrəsi neçədir? 17. Xlorunki də neçədir? 17. Biz də demişdik ki, sıra nömrələri eyni olanlar nədir? İzotop. Doğru deyir. Ona görə yanlış olan C variantıdır. Buranı silək. Gerək tümünü silərdim. Aha, 24-cü sualda deyir, X 2 müsbət və Y 2 mənfi iyonlarının görsünüz nəyin sayı? İyonların sayı. İyonlarında elektronların sayı bərabər. Diqqətli olmalıyıq. İyonda nə zaman olur? Atom elektron aldıqda və ya verdikdə.
Elektron alardısa olurdu anion, elektron verirdisə olurdu katyon. Elektron pis şeydir. Onu verəndə biz müsbətləşirik. Deyir nüvəsinin yükü x2 müsbət böyükdür y2 mənfidən. Y2 mənfi deyir böyükdür. Xeyr, ay uşaqlar, nüvənin içində nə yerləşirdi? Proton plus neytron. Proton da necə yüküdür? Neytron yüksüz idi. Proton necə yüküdür? Müsbət yük. Hansı müsbət yükü çoxdursa, onun nüvəsinin yükü böyük olar da. Bu da deyir, yox, mənfi olan nüvəsinin yükü böyükdür. Xeyr, mənfinin nə işi var? Mənfi elektronlar idi. Nüvənin harasında yerləşirdi? Ətrafında. Onun nə aidiyyatı var ki, o çox olsun, nüvənin yükü böyüsün? Xeyr, nüvənin yükü proton hesabına böyük. Çünki nüvədə proton və neytron yerləşir. Ona görə işarə bu tərəf olmalı idi və buna görə də biz bunu səhv götürürük. Səhvdir. Əgər x2 müsbət olsaydı, neytronu çox olardı. Neytronu çox olardısa, nüvəsinin yükü də çox olardı. Neytron nədir? Protonu çox olardı. Protonu çoxdursa, nüvəsinin yükü də çox olar. İkincidə elektron sayı x və y-də bərabərdir. Xeyr, ionlarında bərabərdir. Yəni üstündə yüklər olsa, 2 müsbət, 2 mənfi olsa bərabər olardı. Amma burada təkcə atomların özü bərabərdir ifadəsi yanlışdır. Proton sayı deyir, x2 müsbətdə böyükdür. Bəli, müsbət ionunun sayı, deməli ona görə çox imiş ki, o da üstündə görünür. Ona görə də proton sayı x2 müsbətdə, bəli, y2 mənfidən çoxdur. Bu doğrudur. Ona görə doğru variant yalnız C variantıdır. Özümüz məntiqimizlə bəzi fikirləri irəli sürməliyik. 25-ci sualda oksigenindir proton sayı. Biz bilirik ki, özdə yuxarıda yazılıb maddə. Oksigen demişdik 2 atomlu bəsit maddə əmələ gətirirdi. Burada nə olur? Neçə proton olar? 1 oksigende 8 proton varsa, 2 oksigende 2 vur 8, 16 protonu var. Ağ fosfor P4 yazılır. 1 fosforda 15 dənədirsə, 4 fosforda 4 vur 15 eləyir 60. Sonra biz deyirik ki, indi necə eləyək ki, bundan neçə mol götürək, bundan neçə mol götürək ki, bu bir-birinə bərabər olsun. Məsəl üçün 60-ı, burada da nə edirik ona görə 60-ı bölürsünüz 16-ya düşür 3,75. Yəni biz 3,75 bundan götürsək, 1 mol da bundan götürsək, bax 1 mol bundan, 3,5 mol da bundan götürsək, toplam bunlar eləyəcək. İkisindən də 60-60. Bu da olacaq 60. Bu da qalacaq 60. İndi biz bu nəyi göstərirdi? X-i. Bu nəyi göstərirdi? Y-i. Deyir, X-in Y-ə nisbətini tap. X bölək Y bərabərdir 3,75 bölək 1. Bu da bərabərdir 3,75-ə. A variantı. Əsas saylarını bərabərləşdirmək istəyir. Niyə? Çünki burada deyir, bunun proton sayı n-dir. Yəni, bunlar bir-birinə bərabərdir. Yəni, 16 ilə 60-ı bir-birinə bərabərləşdirmək. Ona görə bunu 3,75-ə vurmalıyıq ki, bunlar bərabər olsun. 60-da 1-ə vurmalıyıq ki, elə 60 qalsın. Sonra keçirik 26-cı suala. 26-cı sualı da yenə öz məntiqimizlə həll etməliyik. Görürsünüz, biraz çətindir, amma motivasiyadan düşmürük. Bir-iki dənə çətinə görə qabaqda görəcəyimiz asan testlərdən imtina etməyə dəymir. 26-cı sualda izahını yazaq. X deməli Y2 birləşməsidir. Birləşmədə X2 müsbət deməli, X2 müsbətdirsə proton sayını burada deməli hələ ki bilmirik. Ona görə eləcə P yazıram. İonunda n sayda elektron var. Elektronu deyir n-ə bərabərdir. Proton sayında nəyə bərabər olacaq da uşaqlar? Elektron sayından 2 dənə çoxdur. Baxın, müsbət olanın sayı 2 dənə çoxdur. Deməli, n plus 2 də protonumuzdur. Protonu tapdıq. Sonra deyir ki, neytron sayı da elə n plus 2'dir. Neytron sayını da verib n plus 2. Elektron sayını n vermişdi. Ona əsasən görürəm ki, müsbət olanın sayı 2 dənə çoxdur. Elektron mənfi olandır. Mənfi olan sayından 2 dənə çox protonum var. Neytronum da n plus 2'dir.
Bu x üçündür. X üçün atom kütlə ədədini tapa bilərikmi? Bəli. Protonla neytronun cəmi atom kütlə ədədini verir. Yəni n plus 2 üstə gəlsin n plus 2 x-in kütlə ədədi, yəni 2n plus 4 x-in kütlə ədədidir. Sonra deyir ki, dediklərini şey edirik. Görürsünüz, əlavə nəsə eləmirik. Deyir, n plus 2 sayda neytrona var. Neytrona əsasən AX-ı tapdıq. AX niyə? Çünki bu deməli nəyin miqdarı idi? Protonun, bu nəyin miqdarıdır? Neytronun. Və biz bilirdik ki, kütlə ədədi necə tapılırdı? A bərabər idi P plus N-ə. Eyni şeyi tətbiq elədik. 2n plus 4 aldıq AX üçün. Sonra deyir ki, AX-ı AY-ə bölsək, 2-də 1 bölü 2 alırıq. AX-ın yerinə də 2n plus 4 qoyuram. Bölürəm AY-ə. Bərabərdir 2-də 1-ə. Tənasibi həll edirəm. 2-yi vururam 2n plus 4-ə. Bərabər edirəm. AY-ı vururam bir də olur AY. Buradan da 2 vuraq 2 eləyir 4. Üstə gəlsin. Burada n var idi. Bir dəqiqə. 2n eləyir 2-nə vuranda eləyir 4-ən üstə gəlsin 2-yi 4-ə vursan eləyir 8 bərabərdir AY. Bizdən nə soruşur? Y-in kütlə ədədini tapın. Biz də tapdıq. Kütlə ədədini neçə tapdıq? 4n plus 8. İyirmi yeddinci suala baxırıq. 27-ci sualda deyir iyondur və atomdur. X2 mənfi olan bilirik iyondur. Y9 olan da bilirik ki atomdur. Çünki atom üstündə yük olmur. Amma iyonun, baxın bu iyondur. Bu atomdur. Atomun üzərində yük olmur uşaqlar. Neytralda axı nə yük olsun. İyonun isə üzərində baxın yükü var. 2 mənfi. Deyir ki, elektronların sayı burada 2-adır. Baxın, burada elektronların sayı, sayı 2-adır. Burada isə A-dır. Neytral atomda bilirik ki, bu proton sayını göstərir aşağı. Protonun sayı neytral atomda elektrona bərabərdir. Yəni, bizim 9 protonumuz varsa, 9 elektronumuz var. Deməli, onda A nəyə bərabər imiş? 9-a. Silək. A nəyə bərabər oldu? 9-a. A 9-dursa, burada 2 vuraq 9 neçə eləyir? 18. 18 elektronumuz varsa, neçə protonumuz var? Üzərinə baxırıq ki, X 2 mənfidir. Yəni, burada elektronun sayı 18-dirsə, protonun sayı bundan 2 dənə az olacaq. Çünki mənfi olanın sayı 2 dənə çoxdur. Mənfi olanda kimdir elektron? Bu 18-dirsə, deməli, bu da 16 imiş. Neysə, X-in proton sayını soruşur. 16-dır C variantı. Burada da D variantı idi. 28-ci suala baxaq. X 2 mənfidir. Elektronlarının sayı 2A minus 22'dir. Buradan yazacağım. Elektronu böyük eynə yazdım. Burada X 20'dir. X yox Y. Y 20'dir. Müsbət də 2'dir. Burada bilirik ki, 20 nəyi göstərir uşaqlar? Protonu. 2 müsbət o deməkdir ki, müsbət olanın sayı, proton 20'dir. Müsbət olanın sayı 2 dənə çoxdur mənfi olandan. Deməli, elektronumuz 18'dir. Müsbət olanımız 20'dirsə, bundan 2 vahid az olur elektron. O da üstündən sanki çıxırıq da. Müsbət olanda çıxırıq elektronu tapırıq. Oldu elektron 18. Yəni, Y üçündə elektron sayı nə ilə göstərib? A plus 2 ilə. A plus 2 bərabər 18'dir. A neçə olur? 18 çıxaq 2'yə. Deməli, A neymiş? 16. Buradan A'yı 16 tapdıq. Bu Y üçünüydü. Sonra keçir X. X üçündə deyir 2A minus 22 qədər elektron var. A'nın yerinə 16 qoysaq olur. 2 vur 16 çıxaq 22. Bu da eləyir 32 çıx 22. O da bərabərdir 10'a. Deməli, X
2 mənfinin neçə elektronu var? 10 dənə elektronu var. Elektronu 10'dursa proton sayı 2 mənfi o deməkdir ki, mənfi olan sayı müsbət olan sayından 2 dənə çoxdur. Deməli, protonumuz 8 imiş uşaqlar. 28'də A variantı. Keçək 29-cu suala. Biraz riyazi bacarıqlarınızı və məntiqinizi işə salsanız alınacaq. Deməli, bizə nə verilibdir? X2O verilib. Burada deyir neçə elektron var? 10 dənə. Baxırıq ki, belə yazaq da, bir oksigeninə baxın 8'dir. Bu 10 dənə elektron varsa burada toplam 10 elektron var. Yazıram 2x, bilmirəm x-də neçə var. Oksigendə amma 8 elektron var, bərabər olur 10'a. Onda 2x bərabərdir 2'yə, x də bərabərdir 1'ə. Deməli, 1x atomunda bir dənə də nə var? Elektron və ya da proton. Bunlar sayı bir-birinə bərabərdir. Y-O2'ni yazıram. Burada nə qədər var? 32 elektron var. Y plus 1 oksigendə 8 dənədir görə 2 vururam, eləyir 32. Y bərabərdir 32 çıxaq 8 vur 2 neçə edir? 16. Y də bərabər 16. Bir Y-də də 16 elektron var. Bizə deyir ki, X2 Y birləşməsinin molekulundakı proton sayını hesablayın. Elə elektron sayı proton sayına bərabərdir. 1x-də neçədən olur? 1 dənə. 2x-dəsə 1 vuraq 2 üstə gəlsin. 1 Y-də neçədən də 16 dənə. O da edir 2 plus 16 bərabərdir 18. Yəni 29'da Y variantı. Keçirik 30-cu suala. Bir şeyləri izah edəndə biraz sadələşdirməyə çalışaq. Baxın, düzsək bu nöqtəyə deyərdik 1, buna deyərdik 2, buna deyərdik 3. Bura deyərdik məsəl üçün 1, bura deyərdik 2, bura deyərdik 3. Bu elektron sayıdır, bu proton sayıdır. Deyir ki, X və Z izotopdur. Baxıram X ilə Z-ə həqiqətən də proton sayıları eynidir. Bax, burada 2 proton göstərir. İkisi də bu nöqtədə yerləşib. X da Z-də. İzotopdur sözü doğrudur. Y ilə deyir, Z izotopdur. Baxıram, Y 1-də yerləşib. T 3-də yerləşib. Proton sayıları fərqlidir. İzotop deyirlər.